2-3 videoma 1000 baxış gəlib. Ay Allah, o qədər sevinirəm. Allah hamınızı sevindir. Bu günlərim YouTube'umun vlog paylaşdığım bir ay tamam oldu. Salam dəyərli izləyicilərim. Deməli, burada ördək bişirirəm. Həfin indi yığacam onu. Bişir. Bu yanda soğan soyacam. Gözə soğanı gətirib gəlirəm. Soğanımı gətirdim. Mənə elə gəlir ki, 2 dənə soğan bəs eləyəcək. Soğan. Bu arada onu deyim izləyicilərim. Bir aydır artıq mən vloglar paylaşıram ki, soğan bəsdir. Və mən çox sevinirəm. Bu bir ay ərzində mən 1000 abunəni keçdim. 800 saat da keçmişəm. Bir ayda 800 saatı keçdim. 1511 abunəm var. Nə xoş mənə. Çox sağ olun. Allah hər birinizin köməyi olsun. Mənə dəstək olanlar, şərh yazanlar, videomu bəyənənlər, videoma can baxanlar. Hər birinizdən Allah razı olsun. Allah nə istəyiniz varsa tezliklə qismət eləsin hər birinizə. Mən də onların üçün olmaq şərti ilə. Allah hamınıza kömək olsun. Nə yaxşı ki varsınız, buradan onu deyirəm. Siz olmasaydınız, mənim də motivasiyam olmazdı. Bəlkə haradasa yenə çəkmirdim, dayandırmışdım ki, artıq çəkmirdim bəlkə də vlog. Sizlərin sayəsində həvəslənib çəkdiyim, çox sağ olun, var olun. Allah razı olsun hər birinizdən. Yaxşı şərh yazanlar, çox sağ olun. Və bu günlərim istəyirəm ki, bu bir ay vlog olsun. Və bir ay... necə deyim, qeyd edirəm, deyəm ki, bir ay qeyd edirəm, olduğuna görə ördək pişirirəm. Tortu elə ki, qızımın ad gündə olduğuna, belə həm də imkan yoxdursa, nasıl deyim, tort alam. İnşallah 2000-3000 abunə olanda balaca tort ya özüm eləyərəm, ya alarıq, baxarıq vəziyyətə. İnşallah o acan Allah ruzi yetirsin. Amma hər ayını istəyirəm ki, qeyd edəyəm. YouTube'umun. Hər ay tamam olanda inşallah qeyd edəcəm, Allah qoysa. Allah qismət eləsin inşallah. İnşallah gələn ay Allahın izni ilə 5000 abunəmiz olar, Allah qoysa. 4000 saatı inşallah gələn ay tamamlayarıq. İndi 800 saatlı inşallah gələn ay hər şey Allahın, ikinizdə hər şey sizin əlinizdədir, dəyərli izləyicilərim. Siz baxsaz, səhifəmdə qalxar. Buradan hər birinizə təşəkkür edirəm. Çox sağ olun, mən üzümü güldürürsünüz. Allah da sizin üzünüzü hər zaman güldürsün. Var olasınız. Sonra nə deyəcəyim? Hə, bu gün üçün bir ay qeyd edirəm. Siz bu videoya amma sabah baxasınız. Çünki bu video paylaşdım artıq. İkincini paylaşsam gərək o videonun kəşfiyyatı ölə. Mən də istəmirəm onu da əziyyət çəkmişəm, səsləndirmişəm, əmək vermişəm. İstəmirəm ki, onun da kəşfiyyatı ölə. Onun üçün sabah inşallah bunu 6 radələrində paylaşmaq niyyətim var, Allah qoysa. Bu arada bugün avqustun 7-sidir. Mən vlog çəkməyə başlamışdım. İyulun ayının 7-si. Başlamışdım çəkməyə. Və çəkdim, hər gün çəkdim. Elə oldu ki, 2 gün çəkmədim. O da ki, rayona getdim, bir gün elə çəkə bilmədim. Bir gündə nə idi, nəsə çox yorulmuşdum, nə idi bilmirəm. Elə bir ki, 30 gündən 28 gün vlog çəkmişəm. Amma indən belə inşallah dayandırmaq fikrim yoxdur Allahın izni ilə. Göydə Allah, yerdə sizlər. Mənə motivasiya olsaz, daha çox çəkərəm inşallah. Bir də inşallah bu telefonum düzəlsə, Allah qoysa, telefon məsələm həll olunsa, yaxşı olar inşallah.
Mən hələ biraz avara qoyan telefondur. Zaletkaza problemi. Telefon yaxşı olsa mən elə olar ki, gündə 2 dənə vlog. Birini səhər paylaşaram, birini axşam. Prosta mən işimdən eləyən telefondur. Mən bu YouTube'a iş kimi baxıram. Əyləncə yox. Mən bu YouTube'a şəxsən iş kimi baxıram. Buradan əgər üzümü tuturam, vlog paylaşmaq istəyənlər varsa, prosta utanırsa mənim kimi, mən əvvəllər hələ də utanmamsa, tam görsüz sözlərim falan hələ narahat danışıram. Amma ki, artıq getdikcə öyrəşirəm. Özümü toparlamaq istəyirəm. Yəni, əgər istəyirsinizsə ki, YouTube'da video çəkəsiniz, paylaşasınız, valla çəkin, paylaşın. Normal əgər videolarda, belə vlog, video tipli. İstən oldu, dəyərli izləyicilərim. Yəni, qorxmayın. Burada mən əvvəllər bir adi çıxılı shorts video atırdım. Ayda bir dəfə, həftədə bir dəfə, elə orada 3 gündən bir atırdım, çıxırdım. Yəni, deyirdim ki, pul qazanacam da YouTube'dan. Eləyirdim, gedirdim, onun bunun canlısına baxırdım, nə bilim, gülməli canlılara baxırdım, gülməli videolara baxırdım. Vallah, o gülməli videolar mənə pul qazandırmadı. Heç nə vermədi o gülməli videolar mənə, heç nə. Əksinə, əlimdən vaxtım aldı. Mən məcbur eləmədilər, ki, bax, sadəcə mən özümün səhlənkarlığım. Mən YouTube'a ciddi yanaşsaydım, belə olmazdı. Hamısı mənim səhvimdir. İndi mən heç bir, necə deyim, gülməli videoya baxıb vaxtımı öldürmürəm. Vlog kanallarına baxıram, vaxtım olanda, videomu paylaşmışamsa, editləmişəmsə, şərhlərimə cavab verirəm, mütləq şərhlərimə cavab verirəm, dəyərli izləyicilərim, mütləq. Çünki şərhlərə cavab verirəm, onlar mənə vaxtlarını ayırıb şərh yazır. Mən də onlara vaxtımı ayırıb şərh yazmalıyam, mənim fikrimcən. Çünki xeyr olsun, o mənə yazır, mən niyə ona qaytarıb cavab verməyim? Əgər burada fərqi yoxdur, YouTube'da, TikTok'da qalxırsınızsa, valla, yenə deyirəm, göydə Allah, yerdə də insanların sayəsində qalxırsınız. Heç kim qudurğanlıq eləməsin. İzləyicisə, yaxşı şərhlərdən söhbət getirək, pis şərhlərdən yox. İzləyicisə, vaxt ayırıb şərh yazırsa, gözəl şərhlər yazırsa, sən də ona mütləq cavab verməlisən, mənim şəxsi fikrim. Gözüm çıxdı yaz. Onu yaxşı çəkinirəm. Kızlar, attım, onun soğanını da attım içinə. Çəpin yığdım, qəşəng. Tuzunu da attım. Prosta yadımdan çıxdı heç çəkmək. Uşaqlar başımı qarışdırdı. Belə kartofum var. Kartofum qutarıb. Hər nədə ondan da. Sakit də Dəriyə, sakit var. Gətirdim səbrə, sakit. Bayaqdan ağlayır. Özlə nə qədər eləyirəm, yatmır dayı. Deyirəm ki, yatızdırım, ağlamasın da. Eləmə qızım. Ağlamasın, vlog çəkə bilim də sizlərə. O da ki, inan Allaha ağlayır. Əvvəl belə deyildi, əvvəl çox sakit idi. İndi amma, hara gedim? Özdə bay yedizdirmişəm də, su da vermişəm. Oynatmışam da, bir xeyli oynamışıq. İndi yoldaşım gəldi, yemək vaxtıdır. Saat neçədir? Baxın. 17:45-dir, dəyərli izləyicilərim. Oldu 17:46. Birazdan yoldaşım gəlməlidir. İndi o gələncə istəyirəm ki, yeməyim ən azından bir pletkan üstündə olsun da ki, içsin. O da ki, uşaq imkan verirsə. Uşaqla həyat belədir. Amma belə deyim ki, elə bir dünən başlamışdım vlog çəkməyə, artıq bir ay oldu. Çox tez gəlib keçir. Zibil eşmə! Eşmə zibil, ay qız! Ey! Zibil deyə o, zibil eşir. Dəriya! Ged evə! Ged otağa gələn. İstəyə bax. İstə adamı öldürür. İstəyə Dəriyə baxın. Ağlamaqdan bitər ol. Dəriya! Dəriya! Ömrüm!
İndi isə Allahın izni ilə 2 partiya paltar yuymuşam. Prosta bu günlərim vlog çəkmək heç halım yox idi. Dedim yox, durum bir ay vloqunu çəkim. İnşallah 8 gün paylaşacağım bu vloqu Allah qoysa. İndi görün nə edirəm. Dəriyə dayan da ömrüm. Dəriyə dayanmaq bilmir qətiyyən. Peki pomidor atım içinə. Dəriyə, keç. Bak balaca yerdə. Dəriyə də gəlib oturub ayağımın altında. Qalmışam. Pomidorları yudum. Pomidor da doğrayacağım içinə. Prosta soğanı ölsün. Hələ. Soğan falan ölsün ondan sonra. Pomidorla vuracağım. Çaşıb deyəcəkdim ki, yeni gələnlər, xoş gəlmisiniz. O qədər canında söhbət eləmişik ki, əziz dəyərli izləyicilərim. Mən vlog da çəkəni deyirəm ki, xoş gəlmisiniz, dəyərli izləyicilərim. Bir də onu deyim, canını açmağın, niyə canını açıram, qoy onu da açıqlamasını vereyim. Canını açanda saat tez gedir. Məsələn, mən bu videolarla, baxışı ilə, köhnə videolarımdan gəlib mənə həmişə gəlirdi 100 baxış, 200 baxış, 200 baxış olanda ay Allah sevinib oynadığım günlər olub mən. 200 baxışı yığıb deyənə videom. 300-500 baxış görəndə ağladığım gecələrim olub ki, Allah sənə çox şükür. Səhifəmə 300-500 baxış gəlib. Nətər sevinmişəm. İndi 1000 baxın. Yəni ki, ümid işığıdır da. Belə geçsəydi, 200-də qalsaydı, nə yalan deyim, video çəkməyi dayandıracaqdım. Çünki görürdüm ki, hamısı 200 baxış, 100 baxış, 150 baxış. Bir günə 100 baxış olurdu. Və mən də çox heyfslənirdim. Bunu da gəlin açıq danışaq ki, vlog çəkmək heç də asan iş deyil. Ay, bismillah. Vlog çəkmək çətin işdir həqiqətən. Çox çətindir. Ay, öldüm istidən. Uşaqlar sakit yanıb, 100 saat nənəsə məşğuldular. Tripoddan çıxaraq. Baxın, dəyərli izləyicəm. Tripod bura o qədər yekədir ki, gözü görə şey edəcəyim. Hə. Mən belə, necə deyim, dəvərə bilmirəm də burada. Hərəkət edə bilmirəm tripod taxılı olan. Mətbəxdə olmur. Və orada da paltar yuvanım işləyir. Xalçam da yumuşam. Bir şey qoruyubdur. Dünən yumuşdum. Buranı da uşaqlar bulub, yığışdırmışdım əksinə. Əslində yığışdırmışdım. Allahım. Buna da paltarlarını da sərmişəm. Bunu bu gün sərmişəm bu paltarların hamısını. 2 partiya yuymuşam. İndi isə gözləyirəm. O birisi partiyada çıxsın. Görüm nə edirəm. Biraz otağa topu sıxırdı. Böyle gibi hasretim. Oh. Belə. İnanırsınız qızlar, arada istəyirəm ki, gəlib belə burada belə oturam biraz, dincələm də. Uşaqlar Allah canları sağlam eləsin, təki zərər yoxdur. Uşaqlar imkan vermir ki, oturaq. Bunu da ona görə gətirmişdim ki, dəyərli izləyicilərim, yoldaşıma sistemi qoşulacaq. İndi girəcəm qapıdan içəri, bayaqlarım silib süpürüb,
Hər yanı yığışdırıb çıxmışam. Gedək görək nə edirlər. Bu arada burada hazır duje. Əsas odur ki, ət bişsin. Nə edirsiniz? Nə edirsən Dərya? O ağız nə gündədir? O qaşıq nədir mənə? Nədir Dərya? Dərya gəl gir içəri. Dərya gəl gir içəri. Kuş olsun. Dönən də sağ ol. Atan da vloqa düşəcək. Gel dilim gelsin. Hop böyle. Cıbıtta. Orada da sana sonra